insan vücudunun böyük bir hissəsi insanın özündən də gizlidir. İnsan özünü tam tanıya bilməz və bu iddiada ola bilməz. İnsanın özündən gizli hissəsi var, böyük bir hissədir. Ali İmran surəsində Allah buyurur: وَلِيَبْتَلِيَ اللّٰهِ مَا فِي صُدُورِكُمْ لِيُمَحِّسَ مَا فِي قُلُوبِكُمْ. Buyurur ki, Allah imtihanlara çəkir sizi, imtihan edir ki, daxilinizdə olan, qəlbinizdə olanlar üzə çıxsın və yaxşılıqlar pisliklərdən ayrılsın. Dalıca buyurur ki, Vallah alimun bizatis sudur. Allah qəlblərdə gizlənənlərdən xəbərdardır. Allah bilir, amma imtihanlar vasitəsilə sizə kömək eləyir ki, özünüzü tanıyasınız. İmtihanlar səbəb olur ki, içəridə gizli qalan xüsusiyyətləriniz üzə çıxsın. Və bunu nə zaman müəyyən eləmək olur? Axşam özünə hesab verəndə. Bunu çox demişik, gündəlik hadisələrin hər biri istisnasız olaraq bir imtihandır. Hər bir hadisə içəridə olan nəyisə üzə çıxarmaq üçündür. Sadəcə qulaq kəsilmək lazımdır, araşdırmaq lazımdır ki, bu hadisə hansı gizli cəhətimi üzə çıxardı. İmtihanların fəlsəfəsi budur və həyat bundan ibarətdir. Həyat özünü tanıma prosesidir. Bir adam nə zaman deyirik yaşayır? Yaşamağın əlaməti nədir? Yaşamağın əlaməti nəfəs almaq, yemək, yatmaq, durmaq deyil. Yaşamağın əlaməti budur ki, insan hər gün özündən biraz da kəşf eləyir. Gün keçdisə, özündən bir qədər də təzə bir şey kəşf etdinsə, deməli yaşayırsan. Yoxdursa, deməli həyat deyil o. İnsanın həyatı özünü tanıma prosesidir. Başdan ayağa. Və özünü tanıma nə zaman baş verir? İmtihanlarla bizim daxilimizin əlaqəsini kəşf etməklə. Hər gün. İmtihanlar bizim içimizdə gizlətdiklərimizi üzə çıxarmaq üçündür. Həzrət Əli əleyhissalam Allahın əmrləri haqqında danışarkən orada da bu cəhəti deyir. Deyir, Allah nəyisə əmr eləməyib, ona görə ki, ona ehtiyacı var. Allahın bizim ibadətlərimizə, əməllərimizə ehtiyacı yoxdur. Allah rəhmətinə görə nəyisə bizə vacib eləyir. Rəhməti nə deməkdir? Liyəmizəl xəbisə minət-təyyib. Allah əmrlər eləyir, əmrlər buyurur. O əmrlərin icrası prosesində özümüzü tanıyırıq. Bilinsin ki, kim kimdir. Əmrlərin icrası bizə özümüzü tanıtdırır. Əməllərimizin keyfiyyətini araşdırdıqca öz zəif cəhətlərimizi kəşf edirik. Vaciblərin də fəlsəfəsi budur.